Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu hayru nasirin ve mu'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Selamun aleyküm ve rahmetullah. Hər vaxtınız xeyirli olsun, dəyərli müsəlmanlar. Bizim bugünkü dərsimiz əxlaq elmində hamımız üçün bəlli olan, önəmli məsələlərdən olan düz danışmaq və düz danışmağın əhəmiyyəti və onun insan həyatında, fərdi və ictimai həyatında və həmçinin dünya və axirətdə olan faydaları haqqındadır. Düz danışmaq nədir demək olar ki, hər birimiz üçün məlumdur. Düz danışmaq, yəni insanın dediyi, danışdığı bütün sözlər həqiqətlə uyğun olsun, olan şeyləri olduğu kimi insanlara çatdırsın və yaxud da əgər hər hansı bir sözü verirsə, gələcəkdə ona əməl etsin. Əlbəttə, bu sözə vədiyə əməl etmək də deyilir, amma hər halda insan əgər indidən qərara gəlib ki, hər hansı bir şeyi etməyəcək, amma məsələn deyir ki, edəcəm. Bu özü də bir həqiqətlə uyğun deyil və vədə xilaf çıxmaqdan əlavə buna yalan da deyilir. Bəs düz danışmaq məlumdur. Düz danışmaq, yəni həqiqətə uyğun, insanın zehnindən xaric aləmdə olan necə vardırsa, o cürə də insan danışsın. Bu, düz danışmaq adından məlum olduğu kimi, yəni danışıqda insan sidqi, doğrunu riayət eləsin. Bəzən də sidqi əməli də deyirlər. İnsan əməlində də gərək doğruluğu, düzgünlüyü riayət eləsin. Bunun da mənası budur ki, insan necə vardır, o cürə də özünü göstərsin. Bəzən insanın qəlbində nifaq olur, Allah göstərməsin, inanmadığı şeyləri deyir, amma əməlində başqa formadır. Yəni, sözü, danışığı, rəftarı bir cürədir, amma qəlbində olan tamam başqa bir şeydir. Gözəl danışır, gözəllərdən danışır, qəşəng mətləbləri insanlara deyir, amma ürəyində olan, batinində olan, gizlinində olan tamam başqa şeydir. Bu da həqiqətdə sidqdən uzaq olan bir əməldir. Bu barədə çoxlu ayələr və hədislərimiz vardır. Demək olar ki, bunun əhəmiyyəti biz üçün məlumdur. Lakin təbərrük ünvanında bir neçə Quran ayəsinə işarə edirəm və həmçinin hədislərə. Tövbə surəsinin 119-cu ayəsində Allah Müteala buyurur: Əuzu billahi mineşşeytanirracim. Ya eyyuhellezine amenu ittaqullaha və kunu ma'as-sadiqin. Ey iman gətirənlər, təqvalı olun və sadiqlərlə birlikdə olun. Sadiq, yəni düz danışanlarla. Əlbəttə, terminoloji baxımdan bu ayənin təfsirində sadiqlərdən məqsəd Əhl-i Beyt əleyhümussalamdır, məsum imamlardır. Amma o şəni nüzulu və xüsusi insanlardır. Amma bu ayənin məfhumu genişdir. Düz danışanların yolu düzgün yoldur və iman gətirən insanlara da əmr olunur ki, təqvalı olsunlar və sadiq və düz danışanlarla birlikdə olsunlar. Başqa bir ayədə Zümər surəsinin 33-cü ayəsində Allah Müteala buyurur: Vəllezî câe bis-sidq və saddaqə bihi ulaika humul muttaqun. Təqvalı insanlar odur ki, sidqlə gəlsinlər Allah tərəfində və təsdiq eləsinlər Allahın insanlara nazil etdiyi Quran ayələrinə, hökmlərinə. Belə bir insanlar həqiqi təqva sahibləridir. Nümunədir. Bunun kimi ayələr çoxdur. Amma hədislər, İmam Sadiq əleyhissalam məşhur bir hədisi var. Buyurur ki, Kunu duatən nasi bil xeyr bi qeyri əlsinətikum. Buyurur ki, ey insanlar, əgər insanları, digər insanları, möminləri, müsəlmanları düzgün yoluna, hidayət yoluna, xeyr yoluna dəvət etmək istəyirsinizsə, kunu duatən nas. Bəli, insanları dəvət eləməkli yaxşıdır. Düz yola, düzgün yola, haqq yoluna, Quran yoluna, İslam yoluna, bunlar yaxşıdır. Dəvət edin. Amma kunu duatən nas bi qeyri əlsinətikum. Dilinizlə deyil, dilinizdən başqa bir vasitələrlə insanları dəvət edin haqq yoluna, İslam yoluna, Quran yoluna. O nədir? Yəni, insan əməli ilə insanları düzgün yola çatdırsın. Davamına diqqət edək. Necə etmək olar ki, insanları
haqq yola, xeyir olan yola, faydalı olan yola dəvət eləyək dilimizdən başqa vasitəsilə. İmam buyurur: "Liyurav minkumul ictihadə və sidqə vəl vərə." Yolu budur ki, siz bu yolda, haqq yolunda, xeyir yolunda ictihad edin, yəni çalışın və sizdən insanlar bu çalışqanlığı görsünlər, sizdən sidq o sədaqəti görsünlər, sizdən təqva və vərəni görsünlər. Bu görsənərsə əgər sidq o, vərə o, ictihad o, xeyir və din yolunda çalışmağı insanlar sizdən görsələr, istər istəməz başqaları da həmin o xeyir yoluna, İslam yoluna, Quran yoluna gələcəklər. Və sidq, sadiq olmaq, sədaqətli olmaq çox önəmli məsələlərdən biridir. Başqa bir hədisdə yenə Həzrəti İmam Sadiq əleyhissalamdan nəql olunur ki, buyururlar: "İnnəllaha əzzə və cəll ləm yəb'əs nəbiyyən illə bisidqil hədis və əda'il əmanə iləl birri vəl facir." Allah Müteala heç bir peyğəmbəri peyğəmbər olaraq göndərmədi, məgərin ki, onların hamısının şüarı və əməldə göstərdiyi iki dənə önəmli xüsusiyyət idi. Birincisi, bisidqil hədis, danışanda düz danışardılar. Heç vaxt həqiqətə uyğun olmayan şeyləri danışmazlar. Bütün peyğəmbərlərin hamısı düz danışmağa riayət edərdilər və insanları da düz danışmağa dəvət edərdilər. Davamında buyur: "Və əda'il əmanə", və əmanəti öz sahibinə qaytarardılar. Fərq eləmir, əmanət sahibi iləl birri vəl facir. Facir olsun, pis insan olsun və yaxud yaxşı insan olsun. Düz danışmaqda da, əmanəti qaytarmaqda da fərq eləmir. Sənin tərəf müqabilin yaxşı insan olsun, pis insan olsun, önəmli deyil. Sənin vəzifən, mənim vəzifəm düz danışmaqdır. Bütün peyğəmbərlər bu iki şüarla məbus olmuşdular. Düz danışmağa əməl edərdilər və əmanəti də sahibinə qaytarardılar. Bu da bir hədis. İmam Əli əleyhissalamdan bu barədə gözəl bir hədis var. Buyurur ki, "Qalə Aliyyun əleyhissalam əl-muhsinu mən saddəqə əqvaləhu əf'aluh." Həqiqətdə sidqi əməliyə işarə edir Həzrəti Əli əleyhissalam. Buyurur ki, baxın, düz danışmağı məna etdiyi, düz danışmaq odur ki, insan o sözləri desin ki, həqiqətə uyğundur. Hər nə baş veribsə, həqiqətən onun baş verməyi haqqında danışsın. Bir nəfər alimdir, desin ki, həqiqətən filan kəs alimdir. Məsələn, filan hadisə baş verib, bəli, olduğu kimi nəql eləsin. Yalandan desin, filan hadisə baş verib, amma bir halda ki, elə bir hadisə baş verməyib, bu olur yalan. Bu düz danışmaq danışıqdadır. Düzlük, sədaqət və sidq. Amma bir sidq də var, sidqi əməlidir ki, işarə olundu. Sidqi əməlini Həzrət Əli əleyhissalam bu kəlamında buyurur. Buyurur ki, "Əl-muhsinu mən saddəqə əqvaləhu əf'al." O yaxşı insan, gözəl insan, ehsan edən insan o insandır ki, onun dediyi sözlərini onun feilləri, əməlləri təsdiq eləsin. Həqiqi yaxşı insan bu elə insandır. Nə danışırsa, o danışdığı sözləri əməli də təsdiq eləsin. Deyir ki, bəli, yaxşı olmaq, Allaha bəndə olmaq yaxşıdır, əməldə də bəndəçilik eləsin. Deyir ki, əmanətə xəyanət etmək olmaz, sözündə bunu deyir, əməlində də bunu göstərsin. Zəkat vermək, xums vermək yaxşıdır, əmr biməruf, nəhiyyəz münkər etmək yaxşıdır. Bunları deyil, əməldə də əmr biməruf edir, xumsun verir, zəkatın verir. Deyir, namaz qılmaq vacibdir, gərək insan Ramazan ayının vacibi orucunu tutsun. Bunların hamısını deyil, əməldə də bunu göstərir. Həqiqi, sadiq insan belə insanlardır ki, mən yusaddiqu əqvaləhu əf'aluh. Onun dediyi sözləri, danışdığı sözləri, feilləri də, əməlləri də nə eləyir? Təsdiq edir. Başqa bir hədisdə yenə Həzrət Əli əleyhissalamdan da buyurur ki, "Qalə Aliyyun əleyhissalam əhsənul məqali ma səttəqəhul fi'alu." Buyurur ki, danışıqların ən yaxşısı, ən gözəli odur ki, insanın feili onun danışıqlarını təsdiq eləsin. Həmin məzmunda olan bir hədisdir. Amma demək olar ki, əlhəmdülillah, hər bir mömin, hər bir müsəlman düz danışmağın əhəmiyyətini bilir, vacib bir məsələ olmağını bilir. Hətta bəzi hədislərdə var ki, "Ən-nicatu fis-sidq", əslən nicat tapmalı, dünya və axirətin nicatı
insanın düz danışmasındadır. Bəzən buyurulur ki, qulil haqqqa, düzü danış, haqqı dinən və in kana fihi həlakuk. Sən onda həlak olsan da belə yerində düzü danışmaq lazımdır, haqqı demək lazımdır. Bunun əhəmiyyətini hamımız bilirik, lakin ola bilsin bəzilərimiz qəflət edək ki, görəsən bu düz danışmağa ki, bu qədər təkid olunub, bunun insan həyatında, fərdi ictimai həyatında, dünyəvi və uxrəvi həyatında nə kimi faydaları var düz danışmağın? Baxmayaq ki, bəzilərinə işarə olundu, amma mən geniş şəkildə bunlara işarə etmək istəyirəm. Əgər insan düz danışarsa, belə bir insan imanın şirinliyini dadar. Yəni, bəzən, əlhamdülillah, buna da insan şükür eləsin ki, mömin-ük, mütədəyyün-ük, az da olsa bacardığımız qədərində ibadət edirik, Allaha, axirət aləminə imanımız vardır. Bunu, əlhamdülillah, az da olsa vardır. Amma imanımızın, necə deyərlər, şirinliyini dada bilmirik. Nə üçün? Çünki o imanın, necə deyərlər, faydalarını öz həyatımızda görmürük. Öz axirət aləmi ilə bu dünya arasında olan nə kimi bağlılıq var, burada etdiyimiz əməllər, iman sayəsində etdiyimiz əməllərin axirət aləmində nə kimi faydası var? Elə bəli, deyilib, ata-babalarımız deyib, bəzi kitabları oxuyur, buna iman gətirmişik. Amma imanın ləzzətini dadmamışıq, şirinliyini dadmamışıq. Bu səbəbdən də görürsən ki, öz imanımıza uyğun əməl edəndə, namaz qılanda, oruç tutanda halsız olaraq bunu əmələ gətiririk. Elə bil ki, böyük bir yük bizim boynumuzda var ki, onu daşıyırıq, məcbur oluruq daşımağa. Amma insan həyatında sidq o sədaqəti riayət edərsə, belə bir insan imanın şirinliyini dadar. Və artıq imanına uyğun olan əməlləri halsız olaraq yox, bəlkə eşqlə, məhəbbətlə əməl edər. Bu, həqiqətdə sidq o sədaqətin birinci faydasıdır. İkinci faydası, insanların etimadını cəlb eləmək. İnsan həmişə düz danışarsa, hətta düz danışmaq bunun zərərinə də olsa belə, bir fərd olaraq, bəzən ola bilsin, düz danışmaq nəticəsində insan bəzi mənfəətləri, xeyirləri əldən versin. Amma buna baxmayaraq düz danışmağından əl çəkmir. Belə bir insan, insanlar tərəfindən etimad olunar buna, belə bir insana. Həmişə bunu qəbul edərlər, buna etimad edərlər. Nə desə, heç dəlil və sübut istəmədən belə bir insanlardan qəbul edərlər. Nə üçün? Çünki bu adam sadiqdir, düz danışandır. Həmişə sidq o sədaqəti öz həyatında riayət etmişdir. Düz danışmaq Allahın və Allah Rəsulunun razılığını əldə etməyə səbəb olar. İnsanın şəxsiyyəti günbəgün ucalar və insanlar tərəfindən xüsusi ehtirama layiq görünər. Bu, düz danışmaq səbəb olur ki, insan öz dinini, öz əxlaqını hifz eləyib qorusun və qiyamətə qədər qəbr aləminə imanla getsin. Axirət aləmində müxtəlif neymətlərin yetişməsinə səbəb olar. İnsanların əməlləri, yəni düz danışan insanların əməlləri, əgər içində bəzən naqisləri də varsa, bu paklanar, təmizə çıxar. Bunlar hamısı hədislər əsasındadır. Düz danışmaq ürəyin aram olmağına səbəb olur. Yalan danışan həmişə təşvişdədir ki, əgər mənim bu yalanımın üstü açılsa necə olacaq? Həmişə narahatdır, həmişə təşvişdədir. Amma həmişə düz danışan, doğrunu danışan insan rahatdır. Fikirləşmir, olan şeyi danışır. Belə bir insan heç vaxt narahatçılıq keçirməz. İşarə olunduğu kimi, bunlar hamısı düz danışmağın müxtəlif faydaları idi hədislər əsasında. Bu düz danışmaq neçə qismət olur, qismə bölünür. Bəzən danışıqda düzlüyü riayət eləmək, əməldə, etiqadda və bu kimi məsələlərdə ki, Allah and verirəm öz böyüklüyünə xatir bizi həqiqi düz danışan insanlardan qərar versin. Amma buna diqqət edək və biz digər əxlaqi mövzularda danışanda da buna işarə etmişik. Bəli, düz danışmağın əhəmiyyətini bilirik. Gərək insan düz danışsın, düzlüyü riayət eləsin, əməlində, danışığında sidq o sədaqəti qoruyub saxlasın. Amma əgər insan düz danışmırsa, bəzən görürsən ki, yersiz yerə belə bəzən yalanlar danışır. İnşallah gələn dərsimizdə bu yalanın məzəmməti haqqında olan Quran ayələrini, hədislərə işarə edəcəyik. Əl çəkə bilmir, istəyir, qərara da gəlib ki, bundan sonra düz danışacağım, amma bəzən eləyə bilmir. Belə bir insan nə etməlidir ki, düz danışsın? Bunun da elmi yolu var. Elmi yolu budur ki, həmin bu deyilən faydalar barəsində mütaliə eləsin,
Quran ayələrinə müraciət eləsin, bu mövzuda olan hədislərə müraciət eləsin və insanın dünya və axirət həyatında nə kimi faydaları var, burada diqqət eləsə, insanla çalışar ki, düz danışsın. Və əməldə də bacardığı qədərində istəyir kiçik bir şey olsun, istəyir böyük şey olsun, istəyir onun xeyrinə olsun və yaxud da zərərinə olsun, çalışsın, düz danışsın. Bu təmrinlə ələ gəlir. Əgər Allah göstərməsin bir insan bəzən yalan danışırsa, yerində, yersiz, bu təmrin eləmək vasitəsilə elə bir həddə gəlib çatar ki, artıq yalan danışmasın. Və sallallahu alə seyyidina Muhammed və alihi tahirin.